bugün verilişimizin, səhnemizin ulduzu, New Way Akademinin möhtəşəm, möhtərəm xalq artisti, sənət və dil camiasının nömrə bir müəlliməsi, teacher, Samirə Əliyeva. Bəli, qarşılayın Samirə Əliyevanı. Təşəkkür edirəm, çox sağ olun. Müəlliməm, necəsiz? Müəlliməm deyim, yoxsa teacherım deyim? Sizə necə rahat yoxsa my teacher deyim? Ürəyiniz necə istəyir? Okay. Teacher, xoş gəlmisiniz, səfa gətirmisiniz. Bu günləri ingilis dilli biraz da qalmaqal qatım, yoxsa ingilis dilli olsun elə? Necə faydalı olsun, yoxsa qalmaqallı olsun? Faydalı olsun. Yaxşı, gəlin olsun faydalı. Biraz çox gərginsiniz aynəsə. Örgəşməmişəm ona görə. Biraz bəkdən danışın. Örgəşməmişəm ona görə. Aha, gözəl. Öyrəşəcəksiniz. İnşallah. Öyrəşəcəksiniz. Teacher, sizcə ingilis dilini öyrənməkdə ən böyük yanlış inanc nədir? Ümumiyyətlə dil elə bir anlayışdır ki, yəni ingilis dilini öyrənirsənsə, mükəmməliyyətçi olmamalısan. Yəni sözlərin hamısını öyrənim, qrammatikanın hamısını öyrənim, sonra tətbiq edərəm, mənə görə yanlış bir fikirdir. Aha, sizə yəni görə yoxsa danışa öyrənməlisən. Mənə görə və ümumiyyətlə düşünürəm ki, belədir. Danışa öyrənirsən. Çünki biz səhvlərimiz üzərində öyrənirik ona görə. Okay. Ümumiyyətlə ən böyük yanlış inanc necə olmuş olur? Mükəmməliyyətçilik. Yəni mükəmməliyyətçilik, bəli. Mükəmməliyyətçiliyi bir kənara qoysaq, bəli. Onda səhvlər üzərindən öyrənirik. Sizcə bu bütün həyata aid deyil? Bəli. Biz səhvlərimiz üzərindən öyrənirik. İngilis dilində bir həyatdır onda. Bəli. Yoxsa həyatın bir yansımasıdır? Mənim üçün bir həyatdır. Sizin üçün bir həyatdır, bəli. Gözəl. Mənim üçün deyil. İnşallah sizin üçün. Mənim üçün bir həyat tərzi olmağa yolunda gedir, amma həyat deyil. İnşallah çalışar ki, sizin üçün də həyat olsun. Yox, mənim üçün həyat incəsənətdir. Bəlkə sizin üçün həyat dil və bu dil bariyerlərini aşmaq, müəllimlikdir. Mənim üçün incəsənətdir. Yəni sizin üçün incəsənət nədirsə, mənim üçün də ingilis dili. Dil bax həmin o məfhumdur. Gözəl. Dil öyrənənlərin 90%-nin elədiyi ən böyük səhv. Fikirləşim də siz burasını kəsərsiniz. 90%. Biraz bəkdən iştahla danışın, teacher. 90%-nin elədiyi səhv. Yanlış müəllim seçimi. Samirə müəlliməni seçməmək. Təbii ki, mənə görə, yenə də deyirəm, mükəmməliyyətçiliyi gözləyirlər ki, hər şeyi öyrənim, bilim, sonra tətbiq edərəm. Sonra, yəni danışmamaq, utanmaq. Hə, aksenti problem eləyirlər, utanırlar ki, mənə gülərlər. Gülürlər də, ay teacher. Olsun da, olsun. Gülürlər. Hələ bizim millət vəbşə güləndə, ümumiyyətlə bizim millət bir dənə o günahkar olasan ki, bir dənə səhv eləyəsən. Bu istənilən bir dildə belədir. Rus dilində danışanda da səni gülürlər, bullying eləyirlər, ingilis dilində. Amma Rusun özü heç eləmir. Nə də ingilisin özü. Mən bir ingilisin məni bullying elədiyini görməmişəm. Məni bir Rusun məni bullying elədiyini, bunu bilmədiyimi görə bullying elədiyini görməmişəm. Amma məni bir Azərbaycanlının ingilis dilini bilmədiyimə görə bullying eləyib, niyə müəllimi dəyişmirsən? Sən hələ öyrənməmisən, niyə öyrənmirsən? Tupoysan, kimi? Yəni reallıqları deyirəm də sizə. Bullying elədiyini görürəm. Niyə onda bir-birimizin qanını çirik? Bu mükəmməliyyətçilik və bu dili, xarici bir dili bu qədər mükəmməl bilmək səyi niyə görədir? Yəni düşünürəm ki, müəllim mükəmməl bir səviyyədə bilməlidir. Öyrənci mükəmməl səviyyədə bilmək məcburiyyətində deyil. Nəticə etibarilə biz ingilis dilini danışmağa çalışmalıyıq. Ay birinin aksenti fərqlidir, biri sözləri məsələn başqa cür tələffüz edir. Bir Pakistanlı gör, bir Hindistanlı gör, necə danışırlar onlar? Çox pis bir formada ingilis dilində danışırlar. Amma onları ən azından başa salırlar özlərini. Bu xarici gedirik, lap getmirik, bu kinonu izləyirik. Axır bu dərdimizi izah eləyə biləcək qədər mən acıdım, mən susadım, mən yemək istəyirəm deyə biləcək qədər ingilis dili olmaq sizcə kifayətdir? Ümumiyyətlə öz dərdini anlatacaq qədər. 2-3 cür ingilis dili var da ki, eləsi var səyahət üçün öyrənir, eləsi var sırf özünü confident hiss etmək üçün öyrənir, özgüvənli. Eləsi var o dili çulumu sudan çıxartmaq vəziyyətdə. Mən şəxsən oyam. Çulumu sudan çıxarmaq üçün öyrənirəm. Yəni onun
Onun üçün istəyirsinizsə müəyyən ifadələr var ki, hazır öyrənirsən, gedib özünü ifadə edirsən orada. Amma normal ingilis dilini istəyirsənsə, müəyyən qədər o deyir əziyyət Bax, çəkməlisən. mən çulumu sudan çıxaracaq qədər öyrənirəmsə, mən niyə bir ayda fel öyrədirsiniz? Felin qrammatikasını öyrədirsiniz. Çünki siz Nüvəyə gəlirsiniz. Nüvəyin tələbələri xüsusi seçilir. Ölürəm, mən teacher, ölürəm. Çünki Nüvəyin yenə deyirəm, tələbələr seçilməlidir. Yəni kursa gəlirsə, biri var özünüz öyrənirsiniz, Aha. o heç. Amma kursa gəlirsinizsə, kursa gələn Abduşahla, kursa gəlməyən Abduşah arasında təbii ki, fərq olmalıdır. Gözəl. Siz bu dili öyrənərkən heç bu alınmayacaq, məndə olmayacaq dediyiniz an olubmu və bunu necə aşmısınız? Okay, mən belə bir şey deyim. Mən həyatı boyu mənim lüğətimdə 2 söz yoxdur. Bacarmıram və bilmirəm. Sözü mənim lüğətimdə yoxdur. Aha. Bu təkcə ingilisinə aid deyil. İstənilən bir sahədə mən elə bir şey yoxdur ki, deyim ki, bu məndə alınmayacaq. Heç vaxt özümü motivasiyadan salmıram. Dili də indidən yox, 2004-dən 5-dən hətta. Yəni mən bunu öyrənirəm, abituriyent dövrümdən öyrənirəm. O dövrdə də əzmlə, səylə çalışırdım. Ondan sonraki dövrlərdə də özüm öz üzərimdə işləmişəm. Tələbələrimə də həmişə onu aşılayıram. Heç vaxt deyirəm otağa girdiniz, demək ki, məndə alınmır. Bilmirəmi demə. Denən bilirəm, bacarıram, alınacaq bu məndə. Qətiyyən özümə mən elə söz demirəm. O 2 söz mənim lüğətimdə ümumiyyətlə yoxdur. Neçə dil bilirsiniz? Azərbaycan, rus, ingilis, türk, ərəb dilində də oxuyuram, yazıram, amma təəssüf ki, danışa bilmirəm. Gözəl. İngilis dilində ən çətin tələffüz olunan söz hansıdır ki, bəzən onu hətta müəllimlər belə çətin tələffüz edə bilər? İngilis dilində foreign sözü məsələn, xarici sözü. O söz səhv tələffüz oluna bilər bəzən. Məsələn, müəllimlər necə tələffüz? Ümumiyyətlə necə? Yox, müəllim yox, tələbələr arasında olur. Necə tələffüz edir? Sonra environment sözü. Environment. Sonra important sözü Important. məsələn. Siz hamısını bilirsiniz. Müəyyən sözlər var ki, tələbələr əziyyət çəkə bilərlər, amma yenə də deyirəm, deyə praktika ilə bunlar hamısı düzəlir. Bir insan ingilis dilini sərbəst danışa biləcək səviyyəyə nə qədər vaxta gələ bilər? Və ümumiyyətlə belə bir termin var. Deyir ki, kursda ingilis dili öyrənilmir. Şəxsən çox ətrafımdan bunu eşidirəm ki, qardaş, pulvu tökməyə kursa Allah haqqı pulvu tökmə kursa. Kurslar bərbaddır, kurslarda dil öyrənmək olmur və boşa pul gidizdirirsən cəmaata, dil öyrənilir. Kinolara bax, məruz qalmalısan, gedib o dilin içində olmalısan. Gəlir burada bir sual çıxır. Mən buna məruz qalmaq üçün mən getməliyəm bu ingilisin yanına da. Bu ingilisi mən görməyəndən sonra, mən Azərbaycanlı ilə səhər gün orta axşam oturub durandan sonra bunu məruz qalma ehtimalım %2-dir. Maksimum həftə sonları bəlkə bir əyləncəyə falan gedərsən, bir xaricilərlə tanış olarsan. Bu Azərbaycan şeyində, sferasında və Azərbaycan hüdudlarında xaricilər də çox deyil ki, biz məruz qalaq buna. Və bu fikirlərə qatılırsınızmı? Müəyyən qədər, həm müəyyən qədər yox. Deyim hansı hissəsinə qatılıram. Kursa getmə fikri yanlış bir fikirdir. Nə də özün evdə otur, öyrən fikri də yanlış fikirdir. Təbii ki, həftədə 2 dəfə, 3 dəfə, 5 dəfə ingilis dilinə gəlməklə istəyirsən lap conversationlara da qoşul. Bunun sənə hardasa bir töhfəsi olacaq, düzdür. Amma səni ingilisə çevirmir. Səni ingilisə çevirən ingilis mühiti yaratmalısan özün üçün. Bu ingilis mühiti nədir? Məsələn, mən ingilis dilini bəyəm Amerikada yaşayıb öyrənmişəm, xeyr. Mən Amerikada olmamışam ki, düzdürmü? Mən ingilis sektoruna, kursuna getməmişəm ki, öyrənim. Məktəbini bitirməmişəm ki. Mən bunu özümü təkmilləşdirə. İnsanın bir də istənilən bir şeyə böyük bir sevgisi olmalıdır. Mən necə öyrənmişəm? Mən adi çöldə gedəndə belə situasiyaları görürdüm. Adi ağacı belə görürdüm, onun ingiliscə təsvir etməyə çalışırdım. Ay pişik belə keçdi yolu, falan şey belə oldu. Mən hamısını ingiliscə təsvir etməyə çalışırdım özüm üçün. Və kursa sadəcə gəlib düzgün kurs axtarmaq lazımdır. Və düzgün metodika olandan sonra müəllim sadəcə sənə yol göstərir. Müəllim yol göstərəcək, amma digəri mən 5 tapşırıq verirəm evə. Bu speaking-dir, reading-dir, listening-dir, hamısını əhatə edir. Sən onu biraz da artıq eləməlisən. Mənim sehrli çubuğum yoxdur, həmişə deyirəm. Mən sehrli çubuğumu belə toxundurum, ingilis olsun tələb. Elə bir şey yoxdur. Onu yaradın da, xahiş edirəm. Mən bu dəqiqə ehtiyacım var ona. Elə bir şey təəssüf ki, yoxdur. Təpəmə vura bilərsiniz o sehrli çubuqla. Yetər ki, o dilimdən öyrən. O təəssüf ki, yoxdur. Siz özünüz səy göstərməlisiniz, əzmlə. Tutaq ki, xaricə gedə bilmirsinizsə, bir ingilis dost tapa bilərsiniz özünüz üçün. Tapa bilmirsiniz özünüzlə. Düzgün metodikası var, çox sevdiyim. Sevgini necə yaradım özümdə? Hansı ki, məndə belə, mən şəxsən çox da mənim fikirdədir. Məcburiyyət olmadığı sürəcə konfor alanındayam, ingilis görmürəm.
və məcbur da deyiləm. Bu öyrənmə aşaması çox belə yavaş, tənbəlcəsinə və yorucu keçir. Yəni sizə vacib deyil deyə bu dəqiqə ona görə elə düşünürsüz. Amma düşünün ki, ingilis dili sizə necə qapılar aça bilər? İlk öncə özgüvən gəlir adama. Biri var, harasa gedirsiniz, ChatGPT və yaxud da Google Translate-dən istifadə edirsiniz və təsəvvür et ki, sən özün danışırsan bunu. Gör nə qədər gözəl özgüvən qatır adamı. Bu bir. İkincisi, ingilis dilini biləcəksən, xaricə gedəcəksən, sənin üçün bir reklam ajansları, digər bir şanslar açılır, düzdür? O açılanda da sənə pul axını gələ bilər də, düzdür? Yəni istənilən halda xeyri var. Niyə də yox? Onda belə bir şey var. Bütün ingilis dili bilənlərin qapıları açılırmı? Mənim qapım açılıb, digərlərin məndə yaxşıdır vəziyyət. Ay teacher. Bəli. Qorxursa? Yox. Ay teacher. Bəli. Sizcə qrammatika nə qədər vacibdir? Qrammatika çox vacibdir. Mən qatılmıram. Niyə? Bilmirəm. Qrammatikasız da bilənlər var. Onda ingilislərin hamısı qrammatika mı bilir? Qrammatikasız bilənlər Pakistanlılar kimi danışacaqsınız da Hindistanlılar. Siz elə danışacaqsınız. Elə istəyirsə, pajasla, qrammatika sadəcə sözləri öyrənin, düzün bir-birinin yanına olsun. Mən o cür danışmayacağam, mənim aksentim o cür. Mən deyəcəm, I have you. O formada olmur. Mənə görə qrammatikada dilin bir parçasıdır. Qrammatikasız danışanda, Azərbaycanlılar danışanda mən məktəbə gedir, arxası olmayacaq cümlənin. Elə formada istəyirsə, heç bir problem yoxdur. Bəs biz deyil o qədər. Yox. İngilis ki, başa düşdü ki, mən məktəbə gedir. Yox, mən məktəbə gedirəm olmalıdır. İngilis ki başa düşür bunu. Qabağındakı kim başa düşür? Tamam da amma niyə bunu öyrənirsinizsə, əziyyət çəkirsiniz, elə düz öyrənin. Orada bir dənə nəyisə deməklə nəsə olmur ki, elə əksinə deyin, daha da gözəl səslənsin. Yaxşı, ingilis dili bax, ümumiyyətlə hər kəs dil öyrənə bilərmi? Məsələn, bütün beyinlər, bütün psixologiya, hamının beyni bu ingilis dilini bu bir məcburiyyət hal-hazırda. Gəlin etiraf edək ki, bu bir məcburiyyətdir. Hal-hazırda dövrümüz, zamanəmiz, sistem, cəmiyyət bizdən ekstra dil bilməyi öyrənir, istəyir. Halbuki məsələn, açıq deyim də, mənim istedadım verginə məni kontent yaratmağa, verginə məni yaradıcılıq eləməyə, sənət iş görməyə mən sevə-sevə və o qədər ürəkdən eləyirəm ki, buna. Sevgim bunadır. Amma dil öyrənməyə gələndə o çox pis çıxması mənim canım çıxır. Mənim canım çıxır o dil öyrənməyə. Mənim rəsm çəkdiyim kimi. Sizin rəsm çəkdiyiniz kimi. Narın dənələrini çəkə-çəkə. Narın dənələrini siz çəkəndə, hansı ki biz bir yerdə keramikaya getmişdik müəllimimlə, həm də dərs sistemini orada keçməyə və o narın dənələrini o qədər sərt çəkirdi ki, bütün sinir krizi keçirdim mən şəxsən. Siz də ingilis dilində danışanda mən o sinir krizini keçirdim. Bu bir etiraf idi. Bəli. Mən ingilis dilində danışanda müəllimim sinir krizi keçirmiş, amma bildirmirəm. Burada deyə bilərəm artıq. Okay. Bəs yaxşı, bütün beyinlər bu dili qavraya biləcək potensialdadır. Məsələn, mən özümdən bilirəm ki, bəlkə potensialım var, amma heç həvəsim yoxdur. Həvəsimiz, istəyimiz azdır sadəcə. Məcburam. Hələ mən motivasiya eləyə sizi bu vəziyyətə gətirib siz məni motivasiya eləməsəz, günü bu gün buraxaram, müəllimə sizin sayənizdə hələ mən o dərslərə qatıla bilirəm. Sizin motivasiyanız sayəsində, sizin enerjiniz sayəsində və sizə olan sevgimdən o dərslərə mən qoşula bilirəm. Çünki mənə görə müəllim insanın həyatında çox böyük bir faktordur. Müəllim, gözəl müəllim səni dağlara qaldıra bilər, səni zirvələrə qaldıra bilər. Amma sənəti də sevdirə bilər, o fənni də sevdirə bilər. Mən şəxsən sizə olan sevgimdən və sizə olan hörmətimdən o ingilis dilinə səy göstərməyi və o qələblərimi aşmağa çalışıram. Amma özümdə qalanda şəxsən konfor alanım və mənim hal-hazırdakı yaşadığım cəmiyyət və sistem bunu o qədər də tələb eləmədiyindən və həyatda qalma prinsiplərimə girmədiyindən çox da önəmsəmirəm. Yalan deyə bilmirəm. Bax, illər əvvəl yaxşı bir məqama toxundunuz ki, deyirsiniz ki, indi ingilis dili günün tələbinə çevrilib. İllər əvvəl bir 15-20 il bundan qabaq da rus dili belə idi, düzdür? Rus dili necə onda nə idisə, indi də ingilis dili elədir. Bütün iş imkanları açır sənin üçün. Çox tələbə ingilis dilini öyrənir ki, IELTS alsın, xaricə getsin, təhsilini, karyerasını davam elətdirsin. Bugünkü günün tələbidir. İkinci suala gəldikdə isə bütün beyinlər götürə bilər. Mənə də gəlir ki, hamı hər şey eləmək məcburiyyətində deyil. Yəni bu mənim şəxsi fikrimdir. Elə tələbə olur ki, ha özünü öldürür. Yəni yoxdur da, qabında yoxdur. Yoxdur da, bu insanda sevgi yoxdur. Bəlkə də hamı eləyə bilər, amma mənə görə hamı hər şey eləmək məcburiyyətində deyil. Hamı dil bilmək məcburiyyətində deyil. Hamı yəni valideyn olmaq məcburiyyətində deyil. Hamı hər şey eləmək məcburiyyətində deyil. Gözəl. Yəni bunun da bir istisnaları olmalıdır. Gözəl. Bunu sevdim.
Bu cavabı Amma sən. siz o istisnalara aid deyilsiniz. Mən o Siz sizin məcbursuz. Siz ingilisini öyrənməyə məcbursuz. Variantı yox. Əgər gündə 20 dəqiqə ingilis dilini öyrənməyə ayırma şansımız olsaydı, bunu 20 dəqiqəni hansı formada və hansı taktikalarla biz öyrənsək, çox peşəkar və gözəl şəkildə ingilis dilini öyrənə bilərik. 20 dəqiqə, 30 dəqiqə kifayət qədər təzə-təzə başlayan adam üçün yaxşı bir vaxtdır. Aha, Mən məsələn nə edirdim? Öz təcrübəmi danışacağam. aha. Mən özüm üçün mövzu seçirdim. O mövzunu dayanırdım ya 100 gün qabağında. Özüm üçün danışırdım. Məsələn, bu gün başıma gələn hadisəni götürürdüm, 20 dəqiqə danışırdım özüm üçün. Aha, Və güzgü yaxud da aynalama effekti. Mən çox sevirəm onu. Ümumiyyətlə aynalama effekti hər yerdə yaxşıdır, Aha. nəinki ingilis dilində. Orada da onu tətbiq eləmişəm. Yəni o kim ki deyir mənim danışmağa partnyorum yoxdur, adamım yoxdur. Yəni bəs öyrənən necə öyrənir? Mən ingilislə də danışmamışam. Özüm Məncə elə. sehirli çubuqla. Yox, mən Atasına sevdi çubuğum vura-vura. olmayıb. Mən dayanırdım, özüm çox xoşum gəlir. Yazırdım, esse yazmaqca ürəyim gedirdi. İndi də onu tətbiq edirəm. Çoxlu yazdırıram. Yaxşı, teacher, bax sizin ürəyiniz gedir. Mənim ürəyim getmir. Mən nə edeyim? Məcbur getməlidir, siz sevməlisiniz. Yox, sevmədən öyrənmək olmaz. Yox, sevməlisiniz. Ay Allah. Sevgi hər şeyin açarıdır mənə görə. Yaxşı, sevmirəm, amma şeyəm. Düşünün ki, amma pulu sevirsiniz də. Ha, təbii ki. Hə, düşünün ki, onun da ucunda pul var. Mən onu pul olaraq görmürəm. Şəxsən mən onu biraz daha vibe olaraq görürəm. Pulu Yox. İngilis İngilis dilini. dilini bir vibe olaraq, bir belə cool. Şəxsən girdiyim ortamlarda okey, qəbul edirəm ki, bu dili bilməməyim məni biraz aşağı göstərir. Yəni, Bunu qəbul edirəm, dil bunu bilmək bilirəm. möhtəşəm bir duyğudur. Amma Onun insana qatdığı o özgüvəni sözlə ifadə etmək öyrənmək mümkün də deyil. çox çətindir. Əziyyət çəkməsi mümkün deyil axı. Bəs- Bir də siz konfor alanı deyirsiniz bayaq ki, mən Hı. konfor alanına çıxmaq sevmirəm. Bəzən çıxmaq lazımdır. O bəzən yox, həmişə məncə. Hə, həmişə inanın ki, o qorxmayın alt üstə gəlsin deyə. Altı üstündən bəzən çox gözəl olur. Yaxşı, bəs deyək ki, ingilis dili ümumiyyətlə zamanı varmı öyrənməyin? Bir il ümumiyyətlə 6 ayımı öyrənməlidir ingilis dili, yoxsa 1 ilmi, Hı -hı. yoxsa 3 ilmi? Ümumiyyətlə biz özümüzə nə cür bir hədəf qoymalıyıq? Ən maksimal və ən minimal. Heç sevmədiyim suallardan biridir. Tələbələr gələndə çoxu da bilir ki, mənə sual verəndə ki, neçə ay öyrənəcəm, elə bilirəm ki, onda nə bilim çox əsəb keçirdirəm. Çünki deyirəm ki, təzə mən özüm 2004-dən öyrənirəm. Yəni bu kifayət qədər bəlli bir 2004 bəli, hazırlıq abituriyent dönəmimdən öyrənirəm. Ortada Wow. fasilələrlə özümü inkişaf elətdirə. neçə il sayılır onda? 21 il. Bu təsəvvür neçə illər ərzində ortada fasilələrlə, həm də ki, işin ən gözəl yanı odur ki, mən öyrədə-öyrədə insan özü də təkmilləşir. Ay teacher, indi bir Bəli. dəqiqə, mən başa düşmədim. Mən indi siz Yox. 21 il öyrənmisiniz. Mən indi 20 Yox, il, mən 40 müəlliməm. yaşımda ingilis öyrənəcəm mən. Yox, mən müəlliməm axı. Mən məcbur idim ki, mükəmməlləşdirim özümü, səhvlərimin üzərində işləyim. Mən müəllim olmuşam. Hamı 20 il öyrənmək məcburiyyətdə deyil. Bunu bilirsiniz niyə deyirəm? Yəni onu deyəndə mən bunu qabağına variant olaraq qoyuram ki, mən bax belə eləmişəm. Məndən heç kim 2 ay yarım, 3 ay gözləməsin. Təbii ki, bir səviyyəni çox əziyyət çəksə, 2 ay yarım, 3 ay bəlli bir səviyyəni keçirsən. Amma Məncə inanın, ağıllı uşaqlar, o belə beyni xüsusi zəkada olan uşaqlar üçün. sizin kimi məsələn müəyyən tələbələr var ki, bəli, keçə bilirlər. Tələbə var ki, 9 aya pre-sertifikatı və yaxud da intermediate sertifikatı alır. Tələbə var ki, qrupdur, 7 nəfərdir, 6 alır, biri almır. Aa. Yəni dərsləri buraxır, iştirak eləmir, davamiyyət yoxdur. Bunun üçün davamiyyət çox önəmlidir, həddindən artıq. Yaxşı, Sizin bax. kimi bax həmişə dərsə gəlməlidir. Yaxşı, təşəkkürlər. Yaxşı, bəs bu bir qavram var, hansı ki deyirsiniz ki, bax məsələn sevgi yoxdur. Yox, sizdə sevgi var. Nisbətən var. Hə, okey, qəbul edirəm, yaxşı. Ümumiyyətlə deyək ki, məsələn sevgi Hı yoxdur. -hı. Bu sevgi olmayan yerdə qırılırıq, Hı -hı. incinirik, yoruluruq, bezirik. Bəzən incinib bunu atmaq istəyirik. Şəxsən Bəli, neçə elə tələbələr dəfələrlə var. bunu yaşamışam ki, alınmır da, alınmır, yoruldum, olmur. Qardaş, alındıra bilmirəm. Olmur. Cəhdlərim boşadır elə bil. Elə bil ki, mən boşa vaxt itirirəm. Elə bil ki, məndə beynim işləmir, beynim durur. Bu vaxtlarda nə edək? O vaxtlarda yığırsınız müəllimimizə, deyirsiniz ki, müəllim mən motivasiya elə. Hər müəllim bəyəm motivatordur. Olmalıdır. Müəllim olmalıdır. Müəllim, mən şanslıyam. Okay, mən yığıram Yox, sizi və özümü bunu motivasiya- tərifləmək üçün Bir dəqiqə, demirəm. yox, mən şanslıyam. Hamı şanslıyırmı? Yaxşı, şanslı olmayan və öz-özünü öyrənməyə çalışan və qırılan insanlar üçün. Mən bəs ən birinci başlayanda siz nə dedim burada? Dedim ki, mənim lüğətimdə bilmirəm, nə bacarmıram, yoxdur. Əgər qalib olmaq istəyirsənsə, bəhanə eləməməlisən heç nəyi. Qaliblər bəhanə eləməzlər, mənə görə elədir. İnsan özünü, zəif insanlar qırıla bilər ortada. Yəni özün özünə zəif sözünü qəbul edirsənsə, okeydir. Niyə insan zəif ola bilməz? Mən bacarmıram. Zəiflik də axı insana xasdır. Təbii ki, amma iş sferasında
insanlarla işləyirsənsə, sən onu təbliğ eləyirsənsə, Həmişə sən güclü tələbədən biraz olmaq, güclü olmalısan. həmişə güclü olmaq yorucu deyil sizcə? Müəyyən qədər hardasa olur. Amma mən artıq belə öyrəşmişəm deyə mənə belə xoşdur. Okay. Yaxşı, biz özümüzü motivasiya eləmək istəyəndə bunu deyə bilərikmi ki, bu dil aşaması, o yeridilən qavramlar var ha. 6 ay öyrənməlisən, 1 il öyrənməlisən. Bunu sadəcə gündəlik və həyatımızın bir parçası olaraq görüb il və vaxt qoymamaqla mı bərkəşə bilərik? Qətiyyən vaxt qoymaq lazım deyil. Düşün ki, məsələn, evə gedirsən, istədiyin gördüyün əşyaları belə ingiliscə təsvir elə. Mən vaxt olub ki, evdə pişiklə də ingiliscə danışırdım. Tək ki, pişiyə belə çölə çığı içəri gir. Yəni pişiklə belə, evladlarımla belə mən ingiliscə danışan vaxtım olub ki, adam tapmırdım danışmağa. Onlar da kifayət qədər səviyyələri çatmır. İndi ingilis dili bilmək üçün it pişik almalıyıq. Yox, ehtiyac yoxdur. Yəni deməyim odur ki, istəyən hər bir şey yəni eləyir. İstəməyənin bəhanəsi çox olur. Bir də fikir elə olanda arxaya çönüb baxmaq lazım ki, o neçə aylar getmişəm kursa, ortada müəllimimin əziyyəti var, öz əziyyətim var, vaxtım gedib, zamanım gedib. Yəni niyə onu heçə sayasan ki? Bəzən insana o qədər ağır gəlir ki, heçə saya bilir. İnsan ya da alınmadığını düşünəndə, özünü zəif hiss edəndə heçə saya bilir hər şey. Yox, qətiyyən. Yorucu bir prosesdir. Təbii ki. Əziyyətli bir proses. Təkcə dil öyrənmək yox. İstənilən bacarığı yiyələmək yorucu bir prosesdir. Düz. Onun bir dönəmi var. Ortada dayandınsa, vəsə alınmayacaq o səndə. Yox, dayanmayanda, bax məsələn sizin kimi dayanmayıb əzmlə çalışanda ortada nəticə çox möhtəşəm olur. Siz soxursunuz. Əksinə tərifləyirəm. Çünki bir-iki həftə dayandırmışam. Yox, Təmirlərlə bağlı. Onu heç olmaz gələn həftə Allah qoysa onun İnşallah, yəni əvəzini inşallah, keçəcəyik inşallah. onsuz da. Təşəkkürlər müəlliməm. Minnətdaram. Siz sağ olun. Qalmaqallı suallar gözləyirdiniz hə. Gəlmədi hə. Açıq biraz hə. Hə. Bəyəndiniz bəs Bəli, sualları? möhtəşəm. Dəvət üçün təşəkkürümü Siz nə bildirirəm. gözləyirdiniz? Sizin tələbəniz heç sizi dar, heç sizi pis vəziyyətdə qoyar. Nə bilim, biraz tələbəmi tanıdığıma görə bir balaca açığı tərəddüdlü idim. Amma indi görürəm ki, relaksam, rahatam. Təşəkkürlər bir daha, minnətdaram. Minnətdaram Xoş dəvət üçün, oldu. çox sağ olun, təşəkkür edirəm. Sevgilər, saygılar. Çox sağ olun.